Yaşayan olan, heç vaxt ölməyən şəhidlərimizin bayramı təbrik edirəm. Hər birinizi salamlayıram. Mən çox danışmayacağım. Əslində biz bura yarışmışıq Səbəbkarın şeirlərindən deməyə. Bu sözü vaxt belə gətirdik ki, ancaq bu şeirlərini dinlərsiniz. Demək, Dağların şeiri var, Facebook'dan götürdüm. Saday Qazaxının çox xoşuma gəldi. Bahar olacaq, açıq güllər, çiçəklər, al yaşıl geyinir, boz sənəklər, yuva qurur, kəpənəklər, böcəklər nə xoş olur hər bir çağ dağların. Günəş çıxıb, bax üfüqdən boylanır, gül çiçəyin yanaqları allanır, şəlalələr qayalardan sallanır, gözəl olur bu növrağı dağların. Səhər-səhər duman çökər köksünə, ildırımlar sanki durub qəsdinə, lay buludlar leysan tökər üstünə, pozulmayır təmtərağı dağların. Zirvəsində duman çiskin çən olar, qucağında el obalar şen olar, qoynu gülşən, toy nişanı şən olar, keçir günü bu sayağı dağların. Gəlsə aşıq, sinəsində telli saz, hər tərəfə yayılacaq xoş avaz. Saday, götür qələmini sən də yaz, toy bayramdır bu yığnağı dağların, toy bayramdır bu yığnağı dağların. İcazə versəydiniz bir dənə də mən özümdən deyəcəm, çox qısa deyəcəm. Yəni mən bu şeirin bir növ elə bir ki, dünya malına həris olan insanlar üçün bir mesajdır. Deyir, gərək əl götürüm mən bu dünyadan. Kimsə arzu kamın almadı, getdi. Neçə fatihlərin taxtın devirdi, Nuha, Süleymana qalmadı, getdi. Küllü kainatı yaradan Xuda öldürər insanı hər gün yuxuda. Eşqin piyaləsini içib çoxu da zövq səfasından qalmadı, getdi. Çoxları nəfsinin oduna yandı, aldanıb fələyin felinə qandı. Günahkar fələk yox, qanan insandır, əcəldən macalın almadı, getdi. Surxay, bu dünyaya olma tamarzı, şükr elə Allaha, olma narazı. Çoxa tamah salır, itir qazı. Sonra demə, heç qalmadı getdi.